Xaçmaz şəhərinin Bakı prospektində yerləşən Heydər Əliyev seyrəngahı uzun müddətdir baxımsızlıq səbəbindən yararsız vəziyyətə düşüb. Vaxtilə istirahət üçün nəzərdə tutulmuş fəvvarələr tamamilə quruyub, su hovuzları isə istifadəsiz qalıb. Fəvvarə sisteminin texniki hissələri açıq vəziyyətdədir. Bəzi yerlərdə konstruksiyalar sıradan çıxıb. Hovuzların içərisi çirkli və baxımsızdır. Suyun olmaması isə ərazinin ümumi görünüşünü daha da korlayır. Seyrəngahda piyada yolları və oturacaqlar da baxımsız qalıb. Səki örtüyündə aşınma, bəzi hissələrdə isə dağılma müşahidə olunur. Yaşıllıq sahələrinə qulluq zəifdir. Otlar biçilməyib, ərazidə ümumi abadlıq işlərinin aparılmadığı hiss olunur. Parkın girişində yerləşən heykəllərin baş hissələri sındırılıb. Gecə işıqlandırma sisteminin bir hissəsinin işləmədiyi də bildirilir ki, bu da ərazidə təhlükəsizliklə bağlı narahatlıq yaradır. Sakinlərin sözlərinə görə, seyrəngah əvvəllər şəhər sakinlərinin ən çox üz tutduğu istirahət məkanlarından biri olub. Lakin son dövrlər baxımsızlıq səbəbindən əraziyə maraq azalıb. Xüsusilə uşaqlar üçün nəzərdə tutulan istirahət mühitinin yararsız vəziyyətə düşməsi valideynlərin narazılığına səbəb olur. Bir vaxtlar işıqlandırılan və abad görünüşü ilə seçilən seyrəngah indi baxımsızlıq və laqeydliyin simvoluna çevrilib.